Azərbaycan niyə komanda idman növlərində nəticə verə bilmir? Niyə şəxsi yarışlarda idmançılarımızın xarakteri kömək eləyir? Olimpiya çempionları, dünya çempionları, Avropa çempionları, güləşdə, boksda, judoda, karatedə. Amma bunlar birləşəndə komanda kimi oynaya bilmirlər. Hökmən legioner kömək eləməlidir. Futbolu xatırlayaq, Azərbaycan İsveçrə üzərində çox böyük bir qələbə qazanmışdı. 96-cı ildə ilk qələbəmiz. Heyətdə legionerlər var idi. Basketbol tarixdə qalıb. İsveç, Kosovo üzərində qələbələr. Yenə də milliləşdirilmiş legionerlər kömək eləmişdi. Voleybol komandamız ondan çox Avropa və dünya çempionatlarının final mərhələsində oynayıb legionerlərin hesabına. Bəs niyə Azərbaycanlılar birləşəndə, məşqçimiz də özümüzki olanda bu xarakter, bu daxili qüvvə, vətənpərvərlik kömək eləmir ki, böyük bir nəticələr əldə edək? Suala cavab verə bilirsinizsə, verin. Mən bu suala cavab tapa bilmirəm.